Salam əziz izləyicilər, Yasin Oğuzov kanalına xoş gəlmisiniz. Bugün sizlərə Türkiyədə baş vermiş və Avropada baş vermiş bir neçə paranormal hadisədən danışacağam. Odur ki, əyləşin, çayınızı, kofenizi qoyun və yatağınıza söykənin, naushnikinizi qulağınıza taxın, diqqətlə qulaq asın. Çox uzatmadan videomuza keçək. 2004-cü ildə Esra adlı gənc bir müəllimə Anadolunun ucqar, kimsəsiz bir dağ kəndinə təyin olunmuşdu. Gənc qızın ailəsinin dediyinə görə bu onun ilk təyinatı olduğu üçün çox həyəcanlı idi. Esra və ailəsi həm əşyaları yerləşdirmək, həm də insanlarla tanış olmaq üçün birlikdə o tənha dağ kəndinə getdilər. Mühit biraz qəribə idi. Çünki insanlar o qədər də hissi davranmırdılar. Ən böyük problem isə kənddə hələ elektrik enerjisinin olmaması idi. Buna görə hava qaralandan sonra hamı evinə çəkilir, küçədə kimsə qalmırdı. Məktəb çox balaca idi və ən çoxu 20 şagird var idi. Esra'nın ailəsi orada bir həftə qaldıqdan sonra evlərinə qayıtdı. Əslində qızlarının da orada çox dözməyib geri dönəcəyini düşünürdülər. Amma elə olmadı. Gənc qız o kənddə öz peşəsini icra etməyə qəti qərarlı idi. Həftə sonları Esra bu tənha kənddən çıxıb şəhər mərkəzinə gedir, bir telefon köşkündən ailəsinə zəng edirdi. Ya gəlməzsən deyə çağırdım deyərək səhər şəhər mərkəzinə gedib telefonun köşkündən ailəsinə çatır, bir neçə saat onlarla danışır, həmin həftə nələr etdiyini, kənddə və məktəbdə baş verənləri detallı şəkildə danışırdı. Lakin zaman keçdikcə qəribə şeylər baş verməyə başladı. Gənc müəllim artıq ailəsini əvvəlki kimi tez-tez axtarmırdı. Hətta bir ay zəng etmədiyi də olmuşdu. Səbəbini soruşanda uşaqlarla məşğulam, həftə sonları da onları dərsə hazırlayıram kimi cavablar verdiyi üçün ailə əslində çox da şübhələnmədi. Amma 2 ay boyunca heç bir xəbər ala bilməyəndə qızlarının müəllimlik etdiyi kəndə getməyə qərar verdilər. Axı Esra elektrik belə olmayan, heç kimin yolunun düşmədiyi tənha bir dağ kəndində tək idi. Hansı ana ata belə bir vəziyyətdə qorxmaz ki? Gənc müəllimin ailəsi qəribə bir şəkildə kəndin yolunu tapa bilmədi. Düz getdiklərinə əmin idilər. Keçdikləri yolları, ağacları belə əzbərləmişdilər. Bunun üzərində